Mənə hekayə danış nənə babam haqqında. Deməli, tell me, danış mənə. Tell me a story about grandparents. Biz uzaq yerlərə səyahət edirik. We travel far away places. Bizə daha yaxşı həyat lazımdır. We need, bizə lazımdır. Daha yaxşı, a better life, həyat. Həkim xəstə insanları yoxlayır. Doctor checks sick people. Sağlam qidalanmaq vacibdir. It is important to get healthy food. Müəllim hər gün çox suallar soruşur. Teacher asks many questions every day. Biz binaya birgə daxil olduq. We enter, keçmiş zamanda deyirsə, we entered to the building together. Sən hər gün məktəbə gecikirsən. You are always late for school. Avtobus basabas idi. Bus is crowded. Biz hər gün çörəkdən istifadə edirik. We use bread every day. Biz əşyaları pul ilə alırıq və satırıq. We buy and sell things with money. Mən sənin üçün təzə paltarlar almışam. Bu keçmiş zamandır. I bought new dresses for you. İnsanlar gələndə həkimlər onları yoxlayır. Bax, gələndə. Burada anda, əndə var. Bağlayıcı ilə cümləyə girəcək. When people come, doctors check them. Sən dostlarınla oynayanda mən dərsimi oxuyuram. Yenə oynayanda, anda, əndə var. When you play with your friends, I study my lesson. Sən dostlarınla oynayanda mən dərsimi oxuyurdum, keçmiş zamanda desəm. When you played with your friends, I studied my lessons. Belə deyərik. Birdən 10-a qədər saymaq asandır. It is easy to count from 1 to 10. Ondan geri saymaq çətin. From 10 və yaxud da belə deyə bilər. Backward from 10 is difficult. Oynamağa vaxtım yoxdur. I haven't got any time to play. Birinci vaxtım yoxdur deyirik. I haven't got any time və yaxud da I have no time. Belə də deyə bilərik. Mağazada dadlı peçenyelər aldım. Bax, keçmiş zamanda. I bought new cookies from the store. From store. Mən ət və düyü yeməkləri sevirəm. I love rice and meat meals. Və yaxud da foods. Hər həftə sonu paltarlarımı anam yuyur. My mother washes, indiki sadə zamanda washes, my dresses on every weekend. Every weekend. On weekends həftə sonlarında deyə bilərik. Hər həftə sonu every weekend. Bəndər balaca şəhərin yanındakı meşədə yaşayır. Bəndər lives in small town near the forest. Yox, şəhərin yanındakı meşədə. Bəndər lives in the forest near the small town. Çoxlu şirin və ya duzlu peçenye yemək zərərlidir. It is unhealthy to eat much sugary and salty nə dedik? Cookies. Hə, peçenye, cookies olduğuna görə biz much deməyəcək, many deyəcək. It is unhealthy to eat many sugary and salty cookies. İnsanlar paxıl dostlarının olmasını istəmir. People don't want to have envy friends. Və yaxud da mean paxıl. Satıcı bankaların hamısını satdı. Deməli, salesman satmaq, sold all of the jars. Mən tez-tez qələmlərimi itirirəm. I
often lost my pens. Dovşanın 6 markabı var idi. Rabbit has, bu var idi keçmiş zamanda deyir. Rabbit had 6 carrots. Burada bu var idiyə görə bu cümləni qurmuşam. Ona diqqət eləyək. Rabbit had deməli 6 carrot. Biz gərək əşyalarımızı səliqəli saxlayaq. We should keep our things tidy. İnsanlar torpağı qazır və markovu çıxarır. People dig soil and take out carrots. Markov torpağın içərisində yetişir. Carrots grow inside ground.